arkadaşlar, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün yanımızda Ülviye var. Gerçekten kanalıma. Bu videonun birinci kursdan çekeceği değil, üçüncü kursun aklında çektiği. Bəli. Bugün üçüncü kurs necə keçdi onu danışacağıq. Bəli. Biz təbii ki bilmirik birinci semestrinə keçdiyimiz, çünki yadımızda deyil. Ona göre acilen kabinete girip bakarım. Ben de özünü tanıdım biz bu arada. Mən Ülviyə eyni qrupda oxuyurum. Qrup yoldaşı. Bəli. Deməli, mən bu videonun birinci kurs, ikinci kurs versiyalarında çəkmişəm. Oha, üçüncü kursu, yəni dünən çəkdim keçən gün bu arada. Genelde dördüncü kursu, ama bunu sonra o versiyaya gələcəyik. Niyə edəcəyimizi şu an değil. Sonra değil. Aynı böyle işte. Biyoinformatikaya giriş. Bəli. Şəbəkənin təhlükəsizliyi, fəlsəfə, ədəbi üsullar. Kompüter şəbəkələri proqramlaşdırma təcrübələri var. Oxuyucu neydi var? Kim? Var idi. Bayram müəllim. Hə, bayram müəllim. Adı Bence bir şey olmaz. Demek biyoinformatikaya giriş. Bence pis bir fen değildi ama çok şeyle, biyolojiyle bağlıydı yani. Biraz adından da elə. İşte bizlik değildi biyoloji olduğu için ama pis değildi. Keçdik, yaxşı qiymət aldım. Əsas məğzi də oydu ki, databazaydı. Databazada nə bilim, məsələn, xəstəliklər, genetik kodlar və s. onlar var idi. Onların bizə nəysə qrup kodu falan. Oralar yoxdur. İmtahan da pis değildi. İmtahanı Bence yaxşı yazmışdı. bayağı rahat idi bence imtahanı. O qədər atma. Ama şey var idi imtahanda, biyolojiya, bu suallar var idi. Senin? İşte riboza, glikoza falan, Onlardan var idi. Biz bir əlaç olduq. 3 kursun sonunda başardık. Evet. Sonra şəbəkə təhlükəsizliyi. O Cisco olan idi də. Online keçirdik topla. Cisco olan idi. O da əslində şey dərs deyildi, yəni çox da çətin dərs deyildi. Amma məsələn onu, çünki şəbəkə sistemi falan qururdu, onu artıq öyrənməyimiz lazım. Nəsə öyrəndiyimiz sayılan dərslərdə. Eynən. Nəsə düzəldirdik çünki özümüz. İşte video falan baxırdı. Kompüterlər götürüb Cisco'dan. O da maraqlı fən idi. Sadəcə biraz bəzən qiymət alması zorluqlar çəkiyor. Birazcık. Amma başardık. Aldık qiymətimizi. Sonra gəl fəlsəfə. Mənim yaralı yerim. Mən bacara bilmədim orada qiymət almağı. Olmadı, yəni mənlik deyildi. Çox şeydi, yəni birdən sual verirdi, bilmirdi nə cavab verərsə, onu axtarmalıydın, tapa bilmirdi. Çox şeydi, həyəcanlı dərs idi. Güclə qiymət də aldım onu. Öz adıma deyirdim ki, 4 tamamlasın da cavab otursun. Bir də online idi o. Yəni online'da da biraz şey olur, qarşılıqlı olur qiymət alanda falan. Yəni o onun cavabını atlayıb, bunun cavabını atlayıb. Çox pis vəziyyət. Amma bir var, yəni bizə çox uzaq şeylər idi onlar. Antropoz, falan. Elə şeylər var. Amma onun şey çətin idi məncə. Testi. Çünki əzbərliydi, amma yenə də. O məncə qiymət almaq baxımından ən çətin bir fənn idi o semestr. Mən süründüm. Baxın nə fənlər var idi. Çox stres keçirdim. Mən kimsə cavab verəcək, o gələ tez cavab verim. Sonra gəlir ədədi üsullar. Sevdim. O da qəşəng. O şirin idi doğrudan. Əziyyət. Pis deyil. Sevdim mən onu. Yəni sürünmədik ondan qiymət alanda. Normal adam kimi alırdı. Otur riyaziyyatlarda biraz sürünmür. Bu riyaziyyatda sürünməmişdi. İmtahanın bəzi sualları bayağı çətin idi. Onun ki açıq idi özdə.
qəribə suallar var, bunlar qarışmır falan, amma düşmədi. Hə, amma düşmədi. Düşənlər yaxşı idi. Düşənlər yaxşı idi. Şeydə parçanın yarıya bölünməsi. Hə, məsələn, yaxşı suallar. Ayda çox şey var idi, algoritm var idi, yarıya bölünməklə bağlı. 3-4 dənə, amma hamısı eyni şeyə bax. Ay, onun şeyi çətin idi. Məncə çox yaxşı idi. Amma öyrənirdin, nə onu, nə bileyim, işte birində başqa şey bərabər bir addım idi. Çətin idi məncə. Məncə. Bilemiyorum. Bu arada Sevram'ı bize yeni ders demişti. Birinci kursdan falan zordu. Bir de. Hə, həndəsiz. Bütün qiymətləri koddan aldı. Biz aldık. Biz koddan almadık. Prezentasiyadan aldık. Yox, cəmaat prezentasiyadan aldı. Biz çox fərqli. Yox, o ders değildi. O ders değildi. Olabilir. Hanımefendinin kafası karıştı. Programa şimdi konu gelen prezentasyonu aldık. Hə, hamısı elə idi. Ama kompüter şəbəkələri onu full koddan aldık. Baxırdım cəmaat məsələn prezentasiya edirdi, biz dedik kod. Əslində kodla almaq daha yaxşıdır. Məncə də. Amma indi hər zaman mümkün olmur, amma mümkün olmalıdır, amma işte olmayan olmuyor. Kesin ikinci semestrə. Kriptografiya. Hə, tamam. Məncə şeylə alırdıq da hamı prezentasiya edirdi. Orada bizə qatışıq idi, bir mövzu haqqında var idi, bir də kod haqqında var idi. Yəni, məncə testi çox çətindir, imtahan yazılı idi, çox çətindir. Mən əziyyətlə öyrənirdim, amma verdik çox şükür. Şey idi orada elə bir mətnlərin şifrələnmə üsulları falan, o şifrələnmə üsulları hamısının düsturunu, nə bilim, kodunu falan öyrənməyə lazım oldu, açıq. Ona görə çətin idi məncə də. Amma bir suallar düşünməmişdim imtahana. Nə düşünmüşdüm imtahana? Orada şanslı olmuşdu və yanına qorxurdu, amma yaxşı düşmüşdü. Şey ələtdin olansa. Yəni şansdan qazandı. Ülqə kod hissəsini danışırdı, mən dərs hissəsini danışırdım. Evdə şey deyildi, çox şey, hər şey. Ona görə bölüşdürmüşdük. Təhlükəsiz proqramlaşdırma biz eləyirdik. Hə, o yaxşı idi, qiymət alma yolu. Bu şeydən eləyirdik, hansı idi bu? Nəsə, hack try me. Hə, try hack. Oradan elə bir mövzu seçildi, oradan testləri həll edirdi, elə qiymət alırdı. Yaxşı idi. O yaxşıydı, həm də özündə bir şey öyrənirdim, bilməsən onu yerə tapa bilirdin. Oxuyurdun çünki elə üstə mətn idi, onu əsasən yazırdı. Amma şey də var idi, əvvəl kod falan da deyildi, burada boşluq var, buraya kod yazmaq. Şeydə, HTML, CSS-də səhv eləməmişdim. Onlar özü çox test alınmalıdır. Hə, rahat idi. Orada şov yapıyorduk. Malaşdırma üsulları. Riyaziyyat. Mən düşünmüşdüm ki, riyaziyyat bitəcək, amma sonra elə olmadı. Bunu kompüter elmləri seçəndə düşünməlisiniz bu arada. Yəni, mən fikirləşməmişdim. Bu qədər uzun çəkəcək mən fikirləşməmişdim. Gələn yıllar. Məncə artıq yetər. Amma sanki olar. Məncə yox. İnşallah olmaz. Yəni, bunda çətinliklə aldıq qiyməti. Çox çətinliklə aldıq özünə. Ağır idi. Ağır idi. Yəni, çünki kodla almaq da olardı. Amma biz kod yazsaq da ala bilmirdik. Ona görə biraz çətin idi. Lövhədə çıxıb yazmalı oldu. O da biraz Çox uzun idi, bəzi şeylər cavabı. Hətta bəzi hamısının cavabı çox həll olub. Onun şeyi testlər. Hələ verməmişik. Hələ, heç gün var. Ayda onu necə öyrənəcək? bilmirəm. Şimdi oxumaq lazım. Hə. Riyaziyyat əzbərləməkdən nifrət edirəm. Ona görə deyirəm yazım daha yaxşı idi da. Amma yəni, onun bunun yazmasında ölərik. Çox uzun hər şey. Kompüter qrafikası. Mən buraxıram sənə. Mən çox sevmədim. Amma sənə buraxıram. 3 ilin sonunda ilk dəfə dizaynla bağlı dərs keçməyə qərar verdik. Bunun üçün çox xoşbəxtəm.
Ama yenə prizm təhsil elədik. Mən fikirləşmişdim ki, şov yaparız proqramlarda. Hani olmadı. Bütün xəyallarım suya düşdü. Amma yəni Photoshop'dur, illüstratordur, CorelDRAW'dur falan. Onlardan idi. Qaydası falan var idi. İmtahanı da hətta bayaq verdik. İndi çıxıb gəlmişim imtahanına. Hani okey də, pis deyil də. Amma daha əyləncəli keçə bilərdi məncə, keçmədi. Sonra finally Festival'a gəldik. Mən sevdim. Məncə çox qəşəng idi. Yəni qiymət almaq çox rahat idi. Nə keçirdiksə ona aid balaca kod göstərdik. Elə qiymət vardı. İmtahan baxımından da C# hissəsi çox şey idi, qatıcı idi. Oralar dəhşətli Bir idi. də .NET var idi. Hə, bax o da. Oralarda. Amma web hələ pis deyildi. O hissələr biraz əziyyətli idi, amma belə məncə qiymət baxımından çox rahat. Qiymət baxımından, hə. Həm də elədiyin şey tətbiq edirdin, o yaxşı idi. Mən cümlətlə elə olmalı, kompüter elmləri, aiddir falan, yəni praktiki bir şeylə göstərməlidir. Yəni İmtahan dərsdə pis deyildi, şeyləri pis deyildi, öyrənsəz yazardınız, işte öyrənmək lazım, vaxtında hazırlaşmaq lazımdır. Hardan bilirsən deyə soruş. Səhvləmirsən, dərs çıxardır nəticə etibarilə. Və bu qədər idi. 2 semestr bitirdik. Şükür də. Şükür amma yəni 4 ilimizdən 1 ilimiz qaldı da nə ara. çox tez oldu. Yəni məsələn məktəb çox uzundur, məktəb qurtarmır, hər yay gəlirsən gəlir. Bu universitet çox tez qurtarır. Yaxşıdır ya. Amma nə edəcək sonra? Onun da ayrı dərsləri var, amma imtahan dərsi də çox ayrıdır. Amma zaten yenə imtahan verəcəksən, nə olsa da. İşə də qəbul olanda verəcəm. Magistradan yenə verəcəm. Yox. Üçüncü kursum oldu. Sizdə yadında. Hər şey qaçışdı. Mənim də yadımda deyil. Üçüncü kurs çox tez keçmədi. Elə oldu da, neylədik? İkisi də tez keçdi ya, amma məncə bu qədər tez keçmədi ki. Yox, məncə də keçmədi. Sonra o qədər idi. Çalışdıq, səmimi bir şey olsun da oradan. Yəni necə danışdığımızda da elə danışdıq. Sizin üçün bəlkə ikinci kurslar üçün maraqlı olar, gələn sizi nələr gözləyir, kimlər gözləyir. Bu qədər idi. Videomu bəyəndisə bəyənməyi, kanalıma abunə olmayı unutmayın. Digər videolarda görüşək. Özünüzə çox yaxşı baxın. Tələrik. Bu video çox çətin şərtlər altında çəkilmişdir. Tripodumuz yoxdur. Göstərim. Yoxsa çox rezil. Yox. Yaxşı göstər. Çox rezil.